İndi keçirəm Ermənistana. Dostlar, qardaşlar, Ermənistandan bir neçə xəbər verim. İlham Əliyev ilk öncə Türkiyə üzərindən ermənilərin yaralılarına, baxın mən deyirəm ha. Dedilər Recep Tayyip Erdoğan 11 milyon Türkiye 11 milyon erməni yaralanmış əskərlərə, ölənlərinə, onların da özlərinə uyğun şəhidləri, qaziləri vardı. Onlara pul verdi Türkiye, yardım elədi. Vallahi de, billahi de o yardım İlham Əliyev eləyibdi. İlham Əliyev. Dalınca bu yardım qəbul edildi. Yardım qəbul edildi. Dalınca İlham Əliyev hamınızın gözü qarşısında Ermənistana ərzaq göndərir, vagonlarla buğda, un göndərir, hamınızın gözünüzün qarşısında yanacaq göndərir. Sana mana satdığı ayı 92'ni Erməniyə göndərmir. 6 aydan sonra karburyator və yaxud injektor yüyən ermənilər video çəkib İlhama geyindirər. Ona görə ayı 95'i Hacı 1 manat 60 qəpiyə sizə satdıkları yanacağı Ermənistan'da ermənilere 67 qəpiyə satırlar. 67 qəpiyə satırlarsa zapravkada gör onu neçə qəpiyə veriblər? 40 qəpiyə. Aya bu İlham Əliyev değil mi Suriye'ye 28 milyon paçka sigareti satıbdı 27 qəpikdən? Hemen eyni sigareti Bakıda istehsal edirlər, bize satır 3 manat 70 qəpikdən. Hemen İlham Əliyev değil mi Qadam Ali? Hemen İlham Əliyev değil mi ki Suriyada 100'den çox məktəb tikəcək, küçələr tikəcək. Türkiye'de zəlzələ bölgesinde bir ilə necə 10 minlik Novostroykalar tikir, gözəl həyat qurur. Ərəb ölkələrində necə deyərlər, məktəblər tikir. Bu İlham Əliyev değil mi? Kardeşler, dostlar, bu İlham Əliyev değil mi öz xalqından başka bütün dünyaya utanmadan deyirlər BMT çərçivəsində dünyanın 160 ölkəsinə yardım eləmişik. Kim deyir bunu? İlham Əliyev deyir. 160 ölkəsinə yardım eləmiş. İlham Əliyev bu dəliyi var. Allah Taala 2 dənə dəlik verir də, əsas yekə dəlik. Birindən yiyirsən, birindən çıxardırsan. İlham Əliyevin o çıxan o anos dəliyinlə ağız dəliyində fərq yoxdur. Adam bizim qabağımızda ne dedi? Sizi Allah'ın veren Elcün ne kadar adam bakır Qabil Mediada, yaz zəhmət olmasa. Haksızlığa susmada 1500 nəfər baxır. Qabil Mediada ne kadar bakır, yaz zəhmət olmasa. Facebook'daşlar yine xahiş edin, beğenin, paylaşın. Paylaşabilenler paylaşsın. Qabil Mediada ne kadar adam izleyir, yazın görüm. Beğenme ne kadardı? Herhalde 421 nəfər də Qabil Mediada izleyir. Var olun. Allah bərxudar və bəxtiyar eləsin. Allah bərəkət versin. Beğenin, paylaşın. Qurtulaq. Değerli mədələrim, değerli soydaşlarım. İlham Əliyev 160 ölkəyə deyir, yardım elədik. İlham deyir, bunu mən demirəm. Adama dediyə dümsük, adama dediyə sümsük. Özünü düzelt, uşaq pulu ver, sərhəddi aç, belə elə. Adam özünü düzəltmədi, getdi burnunu düzəltdirdi. Burnuna bakın onu, toşun Lukashenko'nun burnunu. Çünkü yiyip içiblər Lukashenko ile. Mehriban Əliyeva deyib, İlham deyib, burun söhbəti düşüb orada, burun söhbəti. Mehriban deyib, mənim ən xoşuma gələn burun Lukashenko'nun burnudur. Ben şöyle gidip, İlham da deyib ki, davay mən düzəltdirəcəyim. İlham da burnunu Lukashenko kimi düzəltdirir. Bakın son zamanlar İlham Əliyev Kutkanın başını belliyir ha, belliyir ha. Kutka kimi şey giyinir ha. Bak Lukashenko giyindiği kimi giyinir. Bak Lukashenko'nun 10 tane videosu varsa, yani ölkənin içinde, onun 8'i hardandır? Fermaların içinden, heyvandarlık fermaların içinden. İlham da gördünüz getdi ferma içine girdi. Değerlenmediler, biz değil özünü düzelt. Hayır. Gedir adam özünü Lukashenko'ya okşadır. Her neyse. Değerli mədələrim, canlarım, ciğerlerim, yayımızı beğenip paylaşın. Bəli, burada yazır 837 nəfər izləyirmiş Qabil Mediada. Burada da 1500 civarında adam haksızlığa susmada izləyir. Üst-üstə 2500'den yukarı adam Facebook'unda izlənə bilən, burada devrələmədə çoxsu burada şeyləməyə şeyləyir. Deməli, değerli mədələm, xahiş edeyim, yayımı beğenin, paylaşın. İndi əsas məsələyə keçirəm. Əsas məsələyə keçirəm. İlham Əliyev qarğa poxunu daşıyan kimi. Qarğa poxunu daşıyan kimi. Adam
Türkiye'ye sərvətləri Türkiye'ye yatırım elədi, Avropaya sərvətləri. Aya biraz Türkiye ile, Avropa ile, Rusya ile vəziyyət gərginləşən kimi. Rusiyadakılar, birinci Rusya ile gərginləşdi, yadınızdadır mı? Rusiyadakıları daşıdı Emin Ağalarov daşıyan vaxtları. Emin Ağalarov Sibris tikan vaxtları. Rusiyadakı sərvətlərin bir hissəsini Putinin gözündən qıraq daşıdı gətirdi Türkiye'ye. Sonra Türkiye'de vəziyyət biraz da İlhamla, Erdoğanla girişdilər də bir-birinə. O şey qırğın başladı. Qırğın biri saçan başladı qırğın. Deyimdə sizə o Qarabağın alınması Türklər kömək elədi. Zaten belə konflikt yarandı. Zaten 2 il bundan qabaq. Sonra Türkiye'den çıxartdı əmlakı Avropaya. Zaten əmlakın yardan çoxu Britaniyadadır. Heydər Əliyev o şərtdən müqavilə bağlayıb ki, neftin qara pulları Britaniyaya yatırım edəcək. Hər neysə, dəyərli vətəndaşlar, hər neysə. Avropa İlhamın qələmini qıran kimi, diktatorlara sanksiya verən kimi Avropadan daşıdılar hamısını Ərəb ölkələrinə. Qadın alim, Ərəb ölkələrinə də indi bomba tökülür. Vay be! Təsəvvür eləyin ki, Ərəb ölkələrinə İlham Əliyev nə qədər yatırım eləmişsə 70% uçdu göylərə bizim peykimiz. Baxın, Ərəb ölkələri, indi mən birazdan ondan danışacağım. Ermənistan üzərindən keçəcəm, ondan danışacağım. Vəziyyət çox pisləşdi. Ərəb ölkələrində ola bilsin, yerlə yeksan olacaq, xəritələr təzdən çiziləcək. Quru qoşunlarının hərəkətə keçməsi artıq danışılır. Vacib bir məsələ var. Heç kimin demədiyi bir gizli məsələ var, onu deyəcəm sizə. Az sonra bir 5-10 dəqiqə səbr edin. Qarga poğunu daşıyan kimi ora daşıyır, bura daşıyır, ora daşıyır, bura daşıyır. Dünyanın bütün ölkələrinə yatırım eləyib, bircə ölkədə, hətta Afrikanın ən gerdə qalmış ölkələrində Çibutiyə belə etdiyi yatırımı gələcək hökumət, mənim kimi bir hökumət tapa bilməsə İlham Əliyevin o sülaləsinə 500 il bəsdir. Bir dənə ən balaca ölkəyə etdikləri yatırım bəsdir. Dostlar, qardaşlar, dəyərli həmvətənlərim, haksızlığa susma izləyicilər üçün bir kısaca bunu da deyim ki, İlham Əliyev artıq U dönüş elədi. Naxçıvan üzərindən danışıldı ki, Türkiyəndə savaşa qoçacaqlar. İlham Əliyev Naxçıvan üzərindən İranı təhqir elədi. Mən də dedim, ay millət, İlham Əliyev ikili oynayacaq. İran savaşdan biraz güclü çıxan kimi, İran biraz direniş göstərən kimi İlham Əliyev Rusya silahlarını Azərbaycan üzərindən İrana göndərdi. Üstəlik öz silahlarını da, öz istehsal, Azərbaycan istehsal elədiyi silahlar da ehtiyatımızı da İrana verir artıq. Bunu mən demirəm, dünya mətbuatı dedi, Azad Söz kanalından, mən də dünya mətbuatından götürdük. Dünya mətbuatına da ötürən əlbəttə ki Mossad oldu. Təcrübə nəyə deyirsən? Müdürün qucağında oturmağa deyirsən, təcrübə. Soyunub gəlib qucağında oturmağa deyirsən, təcrübə sən nəyə deyirsən? O vaxtda getdim mən 1 ay Sədərəydə işlədim, 1 ay. Deməli gördüm ki, orada yaxşı qızlardan qıraq. Normal qızları götürmürlər işə. Mən sakit belə durduğum, bax belə, vaxt tərbiyəli qız vaxtlarından danışam, ədəbli belə başım aşağı. İndi də namuslu qırıyat deyək, prosta. Məni müdiriyyət 1 ay işlətdi, sonra çıxartdı ki, sən müştərilərin qucağına hoppanmırsan. Orada qızlar arabada. Gedirlər arabada gəzdirirdi qızları. Allah Allah'a. Arabada, arabanın içində, satıcı qızlar arabanın içində. O başa, bu başa, o başa, bu başa, o başa, bu başa. Müdür otururdu qız da bax belə. Girirdi müdürün ağzının içinə. Gərək elə olardın ki, işləyərdin. Qız əməlli başlı girirdi müdürün ağzının içinə. Səhv deyirəm. Gedirsən, bir müəssisənin qapısını döyürsən, deyir təcrübə varmı? Mən başa düşmürəm, insanlar təcrübəni ana bətnində mi öyrənməlidirlər? 9 ay boyunca ana orada həm də təcrübə mi keçməlidir övladına ki, sən gələcəkdə filan sahənin sahibi olacaqsan, filan sahədə çalışacaqsan. Gəl elə bətnimdə sənə təcrübə öyrədim. Qapı açıq olmalıdır, işə qəbul eləməlisiniz ki, adam təcrübə öyrənsin də. Heç kim evində təcrübə öyrənə bilməz, mümkün deyil. Heç kim ana bətnində təcrübə öyrənə bilməz. Ona görə də bəli, bugün diplomluların diplomu evdə yatırsa, siz deputatlar günahkarsınız, bəli bu məsələdə. Düzdür, mən çox məsələlərdə deputatları günahlandırmağı sevmirəm. Çünki bəzi məsələlər var ki, onların əlində deyil, heç istəsələr də onu həll eləyə bilməzlər. Çünki deputatların özləri var ki, aylarla görürsünüz ki, hansısa bir nə bilim icra başçısı ilə görüşmək istəyirlər. Nazirlə görüşmək istəyirlər, amma görüşə bilmirlər. Dəfələrlə özləri deyiblər, təbii ki, özlərindən, belə deyək də, öz fikirlərindən çıxış eləyərək bunu mən deyirəm. Bugün əgər kimlərsə kasıb yaşayırsa, o elə siz daxil bizim
hamımızın günahıdır. Düzdür, biz indi maaş artıran adam deyilik, gəlirləri çoxaldıb, xərcləri aşağı salan adam da deyilik. Marketlərdə, mağazalarda qiymətlər əl yandırır. Bunun bəli günahkarı sizsiniz. Siz mütəmadi bu məsələni qaldırsınız. Anlayıram, mən bazar iqtisadiyyatı da anlayıram, mən sahibkar qoyduğu maya dəyərindən artığını qazanmalıdır. Bunu da anlayıram, amma heç olmasa bizim cibimizi anlayıb bu qiymətlər. Limitlə niyə mənim vətənimdə, neft qaz ölkəsi olan vətəndə limitlə mən yaşamaq, hələ suya da limit, hər şey limit. Belə şey olar, valla bilmirəm. Millət olaraq valla biz məhv oluruq, həqiqətən məhv oluruq. Mən hər bir zaman düz danışanam. Düz danışacağım da. Valla mən deyirəm Respublikanın rəhbəri ilə görüşüm, aydınlıq gətirim ki, millət dolana bilmir. Yalandan bir Şahin kimləri qaydadır ki, hər şey gözəldir. Elə gözəldir. Baxın, nəyi gözəldir? İnsan həyatını yaşamır. Valla yaşamırıq. Elə aldığımızı buradan alıb o banka veririk. Qabaq elə mülayim adam idim. Qabaq elə mehriban idim. Hamıya yaranmağa çalışırdım. İstəyirdim hamı mənə sağ ol desin. Sanki möhtac idim onu. Təşəkkür almaq üçün ürəyim gedirdi biri desin ki sağ ol. İndi sən nətəriyəm. Heç belə mənə maraqlı da deyil. Heç belə mənim vecimə də deyil ki mənim haqqımda nə düşünür. Çünki zamanında yaxşılıqlarımın əvəzinə hamı məni xəşlədi. Deyim ki bir ikisi xəşləmədi, elə hamı xəşlədi. Ucdan tutma. İndi baxıram, Səidə Bəkir qızını elə qəşəng xərcləyirsiniz. Heç belə o məbləğdə qəpik də yoxdur, bax elə xərcləyirsiniz. Bu qız biz tanıyandan ancaq el üçün ağladı, el üçün yandı. Ancaq bizə ziyanlı insanların əleyhinə danışdı. Evi tikilməyənin damı oldu, toy olmayanın xonçası oldu, sünəti olmayanın dəlləyi oldu. Amma sizə yaranamadı. Kiminsə zərər çəkmişin yerinə danışdı, çoxluq olduğunuz hücum elədiniz. İndi mənə də hücum eləyəsiniz, mən bilirəm. Mən heç Səidəni şəxsən tanımıram. Heç nə mənim xeyrimə danışıb, nə şərimə danışıb. Amma kör deyiləm. Kimsə kördürsə, bu da mənim günahım deyil. O qızı xəşlədiniz, özdə heç məbləği olmayan, rəqəmi təsdiqlənməyən qəpik qiymətini. O qızı xəşlədiniz, heyf elədiniz. Belə cəmiyyətdə sonuncu düz deyənlər də yoxa çıxardın, yaltaqlara eşq olsun. O cındır-mındırları göndərməyin bura. Kesin dəfə biri mənə atıb ki, samavardır, razmavardır, nədir, gəlib Almaniya. Mənə samavar var, mənə lazım. Razmavar belə getdi, nə bilim, o birisi belə getdi, bombuş belə getdi. Mənim nəyimə lazımdır? Birincisi, Almaniyaya mən ailəmlə getmişəm. Məni heç kim ora göndərməyib. Sadəcə mən gələndə xəbər elədim ki, mən buradayam. Və hər gün videolar paylaşırdım. Çoxlu şəhərlərdə oldum. Köln, München, Bonn, sair və sair. Və gözləyirdim ki, sizdən birisi mənə yığar, zəng eləyər, deyər ki, gəl görüşək də. Çünki siz belə cəsarətlə məni bir ay bundan qabaq söyürdünüz. Ay, Kamran İlhamın tulasıdır, Kamran bilmirəm 72-dir, Kamran qoyundur. Gözləyirdim ki, mənim üzümə həmin sözləri deyərdiniz və mən də deyərdim, Allah razı olsun, neyim. Amma biriniz yazmadınız, qarşıma çıxmadınız. Sizinki ilə orada oturub Azərbaycanı təhqir eləmək, Azərbaycan xanımlarını söymək, elə budur işimiz. Amma üz-üzə gəlmək nədənsə sizdə alınmadı. Yenə də deyirəm, mən siyasətçi deyiləm. Mən sadəcə deyirdim ki, Azərbaycan kişisinə yaraşmır qadını söymək. Sadəcə bu. Siyasətçi deyiləm, 72-li ilə məşğul deyiləm. Sadəcə yaraşmır Azərbaycan kişisinə. Amma yenə də sizi bağışlayıram. Nə qədər ki, məni söyürsünüz, deyirsiniz, təhqir eləyirsiniz, hamınızı aptavoy bağışlayıram. Allah sizdən razı olsun və yenə də Avropaya gələndə xəbər eləyərəm. İstəsəz görüşərik, oturarıq və yaxud üzümə baxarsınız, həmin sözləri deyərsiniz. Mən də başımı aşağı belə asıb deyərəm ki, Allah razı olsun və gedərəm. Sadəcə bu, prosta gələndə cəsarətinizi yığın. Yumruğunuza və ürəyimə, gözlərimə deyin həmin sözləri. Allah sizdən razı olsun, mənim əziz vətənpərvərlərim. Görüşərik, sağ olasın. Bilirsiniz maraqlı nədir? 5 il ərzində ermənilər üçün nömrə 1 düşmən bloger Kamran idi, mən idim. Ən çox mənə qarşı təhribatlar eləyirdilər, videolar çəkirdilər, hətta başıma 100.000 dolar pul qoymuşlar, nələr eləmirdilər. Sporlaşırdılar, səhifələrimi bağlayırdılar. 5 il ərzində buydu. İndi isə son bir neçə ay
ən çox nifrət elədiyi Azərbaycanın bloqeri Avropada oturan bizimkilər üçün, bəzi bizim orada oturanlar üçün mənəm. Elə çıxır ki, ermənilər üçün ən böyük bloger düşmən mən idim. İndi Avropada oturanlar üçün, mehmanlar, qabillər və s. üçün yenə də nömrə 1 bloger düşmən mənim. Onlar da elə gündə mənə aid bir video çəkirlər. Doğrudan mı mən belə güclüyəm, ağıllıyam, yoxsa nəyə görə belə olub? Yaşasın Azərbaycan. Yaxşı erməniləri yola verdim. İndi bunları da yola verərəm. Yaxşı olar. Vətən sağ olsun. Mənimlə mehmanların və qabillərin fərqi. Qarabağ müharibəsi başlayan kimi nə mehmanlar, nə qabillər, nə o birlər Avropadan bir söz demədilər ki, Azərbaycana bir dənə dəstək olsunlar. Birinci gündən indiyənə qədər mən Azərbaycanla idim. Həmişə gedirdim Qarabağda, çıxışlar, videolar paylaşırdım. Onlar isə deyirlər, İlham Əliyev Qarabağı ala bilməyəcək, heç bir rayonu ala bilməyəcək. Bir rayonu alsa biləm, neyniyərəm. Onlar elə bil istəyirdilər ki, Azərbaycan uduzsun. Onlar elə yalvarırdılar. Bütün videolarda deyirlər ki, bu ruslar gəldilər, o getdi, bu getdi, uduzacaqsınız. Alınmadı. Müharibə qutardı. İndi yenə də nəsə hürürlər, mən yenə də onlara cavab verirəm. Müharibə zamanı ermənilər mənim başıma 100.000 dollar pul qoymuşlar. İndi müharibə qutardı, mən bunlara qarşı sözümü deyirəm. İndi onlar mənə qarşı çıxıblar. Ermənilər 5 ildir çıxırdılar qarşıma, indi bunlar çıxıblar, mehmanlar, qabillər. Nə oldu bə? Sizlə onların fərqini o qədər çox da görmürəm mən. Hardadır sizdə vətən sevgisi? 5 il zamanı niyə çıxıb hürmürdünüz ermənilərin üstünə? Niyə Azərbaycana dəstək olmurdunuz? İndi oldunuz nömrə 1 bloger, mənəm, siz deyilsiniz. Olub, var və olacam. Eşq olsun. Mən belə fikrə gəldim ki, daha Avropada yaşayan bizimkilərə qarşı cavab formasında və yaxud hansısa bir formada videolar çəkməyəcəm. Çünki ləzzət eləmir ki, öz millətimizin nümayəndələri bir-birini qırırlar. Mənim üçün də o qədər fərqli, önəmli deyil kim düzdür, kim yanlış. Amma görürəm ki, ətrafdan bizə baxan bizim əsl düşmənlərimiz çox xoşbaxtlar ki, biz bir-birimizi bax belə sındırırıq. Ona görə bütün Azərbaycan xalqına, Azərbaycanda və yaxud xaricdə yaşayan nümayəndələrimizə, xalqımızın oğullarına can sağlığı arzu edirəm. Gəlin mehriban olaq, əmrə olaq, xoşbaxt olaq və bəstirin bir-birimizi qırmaq. Çünki biz bir-birimizə qarşı ifadələri, sporlarımızı, söyüşlərimizi ortaya çıxardanda qalib yalnız düşmən ola bilər. Biz bir-birimizi qırsaq, onlar həmin yerdə saraylarını tikəcəklər. Var olun, bu inan mən bu mövzunu Avropada yaşayan bizimkilərlə tamamilə bağlayıram və yenə də kimin qanında heç olmasa 1 qram Azərbaycan qanı var, kimin ürəyi Azərbaycanla döyünür, hamıya yalnız can sağlığı, fərqi yoxdur onun strateji və yaxud siyasət mövzusu. Yox, o vacib deyil mənim üçün. Mənim üçün vacib odur ki, xalqımız bir-birini qırmasın. Hamıya can sağlığı arzu edirəm. Var olun, sağ olun. Mən tez-tez eşidirəm, deyirlər ki, Kamran güya ki, vətən üçün nə isə eləyib. 5 ildə ermənilərlə oturub danışın, məzələnir, güya ki, nə isə eləyir. Biləm, Qarabağda video çəkilişlər eləyib, nə isə eləyir. O blokadada dayanıb, soyuqda dayanıb da 1-2 gün nə isə eləyib. Mən düzün demə, özüm də saymıram ki, mən qeyri-adi bir şey eləmişəm. Hər adam onu eləyə bilərdi. Amma bir hadisə var həyatımda da, oradan da o ilə fəxr eləyirəm. O hadisənin nəticəsi ilə. 2015-ci ilin dekabr ayıydı. Mən uşaqlarımla gəzirdim bulvarda və gördüm ki, bir gənc estaqadasının lap axırından özünü atıb suya və boğulur. Mən paltomu atdım yerə, uşaqlarım qaldı sahildə və sahildən üzdüm ona qarşı və üzəndə bir oğlan da estaqadadan hoppandı ki, biz onu çıxardaq sudan, bu boğulan insanı. Çatanda onu özünü geyimdə atırdı və gedirdi dərinliyə. Onun üçün bir təhər onu saxladığı kimi saldıq estakadanın altına, orada trubaya yapışdı və 10 dəqiqə gözlədi ki, MKS gəlsin. Həyət gəldi, MKS bizi çıxartdı. O da oğlan deyirdi ki, niyə məni çıxardınız, yenə də sabah özümü atacağım. Onu apardılar polislər, bizə də geyinməyə otaq verirlər. Biz fenlə biraz özümüzü qurutduq və mən sonra oğlanı görmədim bir neçə gün. Axtardım. Sonra çıxdım mənlə Sivəzə, görüşdüm, oturdu, çay içdi. Dedim, niyə belə eləmişsən, niyə üzv atırsa? Deyir ki, çarəm yox idi, iş yox idi, pul yox idi. Sevgilimlə ayrıldım və yaşamaq istəmirəm, yenə də özümü atacağım. Deyirəm, niyə bə? Deyir ki, əskəriyə də götürmürlər, 42 kiloyam. Mən də gördüm ki, doğrudan insanı sudan çıxartmaq böyük bir qəhrəmançılıq deyil, amma ona şans vermək, bu bir çətin məsələdir və götürdüm həmin oğlanı, o Ömər adlı oğlanı özümün yanıma işçi kimi, köməkçi kimi, sonra da yavaş-yavaş DJ-liyi öyrəndi. 1-2 il işlədiyi bir yerdə, sonra sərbəst DJ oldu və
Artıq o qədər əlaqəmiz olmadı bir neçə il. Başladı özü işləmə, inabranda və sarsar və pandemiya zamanı başlayan kimi eşitdim ki, onu əskərliyə apardılar. Əskəriyə aparandan sonra müharibə başladı və mən çox fəxrlədim ki, Ömər müharibə iştirakçısı oldu, medallar aldı dövlətdən. Sonra mən onu qarşıladım, görüşdük, çox yaxın oldu. Hər bayramda görüşürük, noyabrda oynan. Hərdən bir də Qarabağa gedirik bir yerdə, çox yaxın dostuq, həm acı günlərdə, həm gözəl günlərdə birdəyik və mən hesab edirəm ki, Ömərin ordeni heç olmasa 1% də mənə düşür. Və də orada mənə deyəndə nə fəxr edirsən, mən fəxr edərdim ki, mən insana bir balaca şans verdim və o bir balaca şansla özüm də olmasam, o insan vətənə böyük xidmət elədi.